birisi taifədə həsrət çəkər, pəşiman olar. O taifə niyədir? Xudaya, hər nə əndazə mənə dedilər, özündən böyüklərə hürmət elə. Atana hürmətin saxla. از دامن زن مرد به معراج میرسد. هر نه اندازه dediler hürmet به پدر و مادر من توجه eləmədim. Ölenden sonra həsrət çəkirəm, pəşimanam ki Allah yanında ne əndazə peder و maderin əzəməti var imiş. Atanın, ananın ne əndazə Allah yanında məqamı böyücümüş. Peygamber Ekrem dediler ya Resulallah, sen isteyenlerden biri dar dünyanı vida eləyibdi. Peygamber Ekrem Hazreti Hatmi Mertebet Muhammed Mustafa sallallahu aleyhi ve aleyhi ve sellem təşri cənaziyə də şirkət elədi. Hatta Peygamber başmaqların alıp əlinə, nə'leynin alıp əlinə, ya Resulallah niye belə? Hazret buyurdu, melaikeler de gəliblər təşri cənaziyə. İstəmirəm ayaqlarım, başmağım düşə o melaikelerin balı pərinin üstüne. Cenazəni qəbrə qoydular. Dəfn eləyəndən sonra nənə bu tərəfdən gəldi. Dedi oğul, Allah bu qəbri sənə mübarək eləsin. Peygamber Ekrem buyurdu ki ne bilirsən, bu qəbri sənin bala mübarəkdir. Dedi ya Resulallah, təşri cənaziyə sən gəlibsən. Peygamber buyurdu, təşri cənaziyə mən gəlmişəm. Yaxçı əməli də çox idi. Mənim də səhabəmləndir. Amma sənin balan indidən ta qiyamətə kimi əzabdadır. Niyə ya Resulallah? Hazret buyurdu ki çünkü əxlaqı yox idi. Xanavadədə bir nəfər bunun əxlaqından razı deyildi. Həmsayənin rızayəti yox idi. Xanımısının rızayəti yox idi. Əlandan ta qiyamətə kimi sənin uşağın əzabdadır. Vəliza qurban olum sizə, caygah peder و مادر o قدر Allah yanında əzizdir. Əyyam Fatimiyyədir. Be nam Hazreti Zəhra-i Mərziyə Salamullah aleyha bi salavat məhəbbət elə. Be nam Hazreti Zəhra-i Mərziyə Salamullah aleyha. Əyyam Fatimiyyə. Bu 2 gündən sonra məclis qutardı ta dəhiyə dövvüm. Sən o mənə sual elədilər ki, bu Hazreti Zəhra-i Mərziyə Salamullah aleyhanın cələsəsinə getdiniz. Bu 5 gündə 10 gündə xuruci o cələsə nə mənə idi? Nə mənə o cələsədən sizlərə aid oldu? Nə mənə eləyə bildiniz o cələsədən bərdاشت eləyək? Bu cələsənin bir dənə imtiyazının neçə dənə dersi var, peyamı var. Biri de budur ki hürmet be peder و مادر. Caygah hanımlara müteveccih olaq. Caygah peder و مادری bilaq. Caygah həmsəri müteveccih ol. Sənə qurban olum, kəlamı İmam Sadiq Adiya mənim sözüm deyil. Həzrət buyurur, əgər bir dənə kişi o danışanların envatına bir salavat xətm elə, biraz da sukut rayət olsun. یکی از درس هایی که ایام فاطمیی‌دن biz eliyə billuq alaq, biri budur ki hürmet به پدر و مادر. خانوادədə xoş əxlaq ol, xanımla rəftarın səhih olsun. İmam Sadık buyurur, eğer bir dənə kişi xanımısına bir dənə sili vıra, fermayış İmam Məsumdir. Eğer bir dənə kişi xanımısına bir dənə sili vıra, Allah destur verir sərdəstəyi cəhənnəmə. Deyir çün o kişi deyim mənim qudretim çoxdur. Xanımısına bir dənə sili vırıb, der müqabili bir dənə sili o kişiyə 70 dənə sili vıracaqsan. Can, müşəxxəsdir, hamı yaralıdır. Getdi, o dədə öldü, getdin demək xanımı vurmaq olar.
Vallahi hamımızı eşidersiniz. Dedi herkes hanımısından korkur dursun ayağa. Hamı durdu ayağa, hatta bu Nuriyan da durdu ayağa. Bir nefer durmadı ayağa. Dedi sen yani hanımından korkmusan. Dedi elə vırıb belim sınıb duramıram ayağa. Pəs ikincisinin də inayətin olsun. İmam-ı Sadiq buyurur. Əgər bir dənə xanım kişisinə deyə ki, ay şohərəm, mən səndən heç xeyri görməmişəm, İmam-ı Sadiq buyurur, hər nə əndazə ibadət eləyib ibadətləri batildir. Amma əgər zən o şohər həm ba muhabbət olalar, Allah onların günüzlərin, ruzi gecələrin ibadət yazar. Pəs xoş o insanın səadətinə ki, xanəvadədə xoş əxlaqdır, həmsayə ilə xoş bərxorddur, nisbət be pedər o madər ehsas məsuliyyət elir. Caygah pedər o madər o qədr Allah yanında valadı, Allah özündən sonra mورد hürmət pedər o madəri xitab edib. Mənə Allaha səcdə elə, ata-ana faramuş eləmə, pedər o madəri yaddan çıxatma. Cami şinasan qərb bir iddələri bi-insaflar götdülər yazdılar ki, در دین اسلام زن جایگاهی ندارد. Bu tərəfdən də hadisi kesan oxuysan, deyir ya melaikəti və ya sukkan səmavati, inni ma xalaqtu səmaən məbniyyən və la ərzən mədhiyyən və la qəmərən munira və la şəmsən muziə və la fulkən yədur və la bəhrən yəcri və la fələkən yəsri illə fi məhəbbət haulâil xəms. Ay sakinanı ərş, hər nə mənə ki görürsün, onları mənə Allah yaratmamışam məgər be xatir 5 tane آل ابا. Ay 5 tane آل ابا گرچه این عالم شده پیدا به عشق 5 تن هم جلوگر گشته به نام فاطمه.